Məsələdə deyilir ki, mərkəzləri O1 və O2 olan çevrələrin mərkəzləri arasındakı məsafə, yəni baxın bu məsafə 8 kök 2-dir. Bunun radiusu 3-dür. Bura 3, demək ki, burada 3-dür. İkinci çevrənin tənliyi soruşur. Çevrənin tənliyini tapmaq üçün bilirsiniz ki, çevrənin mərkəzi nöqtəsinin koordinatlarını bilməliyəm. Bu nöqtənin koordinatlarını necə tapacağım? Apsis oxuna paralel radiusdan keçən düz xətt çəkirəm, uzadıram və buradan da keçən düz xətt çəkirəm. Bunlar 90 dərəcə altında kəsişirlər. Çünki paralel keçirmişəm axı. O koordinat sistemi də özü bir-birinə perpendikulyardır ona görə. Buradan bura qədər məsafə ikinci çevrənin radiusudur. Düzdürmü? Buradan bura qədər məsafə birinci çevrənin radiusudur, yəni 3. Buradan bura qədər məsafə ikinci çevrənin radiusudur. Demək ki, bura R-dirsə, bura da R-dir. Düzdür? İndi burada yaranan düzbucaqlı üçbucağın katetləri 3 plus R və 3 plus R. Yəni bu bərabər yanlı düzbucaqlı üçbucaqdır. Hipotenuzlu da 8 kök 2. Bərabər yanlı düzbucaqlı üçbucağın kateti bilirsiniz ki, kök 2-yə vuranda katetini hipotenuz alınır. 45 dərəcəli bucağın xassəsinin əsasında. Yəni kök 2-lər ixtisar getdi. R plus 3 8, R 5-dir. Yəni radius 5-dirsə, buradan bura qədər məsafə 5-dir. Demək ki, apsisi 5-dir bu nöqtənin. Buradan bura qədər də məsafə 5-dir. Deməli, ordinatı mənfi 5-dir. Yəni bu mərkəzin koordinatları x-i 5, y-i mənfi 5. 5 mənfi 5-dir. Düzdürmü? Çevrənin tənliyin bolluğunu bilirsiniz. Çevrənin tənliyi bilmək üçün mərkəzin koordinatlarını bilmək lazımdır. Tapdım 5 mənfi 5. Demək ki, x çıx a. A bilirsiniz ki, apsisi bildirir. 5. Üstə gəl, y çıx mənfi 5. B ordinatı bildirir. Y çıx mənfi 5. Mənfi olur. Müsbət. Burada kvadratlar. Radius da 5 olduğu üçün radiusun kvadratı 25. Yəni O2 mərkəzli çevrənin tənliyi budur.